xoş gördük sizi. Allah Quranda deyir ki, mən hər kəndə elçi göndərirəm. Hər kəndə. Necə olur ki, balaca bir Məkkə kəndinə, yəni Məkkədəki əhali ilə, o səhradakı əhali ilə, Hindistan kimi mümbit bir yerdəki əhalinin arasında müqayisə eləmək mümkün deyil. Hindistanda əhali indi də çoxdur, həmişə də çox olur. Necə rəva bilirsiniz, düşünəsiniz ki, Allah o boyda əhalini can cəhənnəmə deyib Peyğəmbərsiz qoyur? Necə ola bilər bu? Bunu ürəyinizə necə sığdırırsınız? Egonuza necə sığdırırsınız? Ona görə həqiqi İslama insanın gəlməsi üçün adamın mütləq qəlbinin genişlənməsi lazımdır, köksünün genişlənməsi. Səxavətli adam təfəkkürü. Sizə ona görə Quran deyir ki, gedin sədəqə verin, zəkat verin ki, qəlbiniz səxavət praktikasına alışsın. Qəlb xəsis olanda o böyük həqiqəti dərk eləyə bilməyəcək, yanından keçəcək və hətta həqiqətlə döyüşməyə başlayacaq. Elə bir həyasızlığa özünü soxacaq ki, həqiqətlə döyüşəcək. Və özünü müsəlman sayanları xəbər yoxdur ki, Yasin surəsindəki elçiləri daşlayan adamların psixikasındadır. Xəbərlər yoxdur. Ki, Məhəmməd Peyğəmbər gələ bugün onların yanına daşlayanlar tanımazlar. Ümumiyyətlə, bu bütün təəssüf ki, əksər dindarlara aiddir. Quran özü onları ifşa edir Maun surəsində. Namaz öyrənməyə nə var ki? Bir daha da bilirsən ki, bu prestijli bir şeydir. Sən namaz qılmağa başlayan kimi oruç tutmağa, mən oruçluyam, nə haqla mənə çay təklif edirsiniz? Göstərmək istəyir ki, bu oruçdur. Bütün bu əksəriyyətində bu göstərişdir. Bu insanın təbiətidir, başa düşürsünüz. Dinsiz maarifçi cəmiyyətinə baxın, adamlar getdilər elm öyrənməyə, məktəblərə. Məscidləri, kilsələri tərk elədilər, sonra başladılar diplomla övünməyə. Ey, sən özünü mənimlə müqayisə edirsən, mən dosentəm, mən professoram, mən akademikəm. Bunlar hamısı maarifçiliyin riyakarlarıdır. Maarifçilik məbədinin Maun surəsinin hədəfləridir. Onları da birisi maarifçilikdən çıxıb tənqid eləməlidir ki, ay riyakarlar, siz heç elmi də sevmirsiniz, siz öz egonuzu sevirsiniz. Elmi sevən elə olmaz. Ona görə bu, ümumən insan təbiətidir. İnsan nəyə girirsə, çox vaxt bu işə riya ilə girir. Ona görə Allah Quranda hər səhifədə deyir ki, bəlkə nicat tapasınız, bəlkə. Çünki işin içinə biraz riya qatacaqsınız, hər şey əlinizdən töküləcək. Heç nə anlayacaqsınız, deyir, Allahım, mən 20 il namaz qıldım, mən oruç tutdum. Niyə olmadı bəs? Heç də olmadı. Heç də olmayacaq da. Heç də olmayacaq da. Sən qəlbi bir dənə riya ilə zəhərlədin. Südə bəzən bir damcı su tökməyi bəsdir ki, çürüsün o. Bir damcı. Çürüdürsünüz qəlbinizin imanını. Ona görə Allah deyir ki, bəlkə. Çünki o, sən deməksə ki, ehtiyatlı ol, şərtlərin hamısı bu deyil. Amma eyni zamanda bu müəllimlərin qorxutduğu kimi də deyil. Sən mütləq məndən öyrənməlisən, sən bu yolu gedə bilməzsən. Mütləq sən məndən öyrənməlisən, özün öz başına bu yolu gedə bilməzsən. O da qorxudurlar istismarçılığı çoxsu. Uşaqlar belə gedə bilir bu yolu deyir İsa Peyğəmbər. Allah, bir də yazmışdım, yaxınlarda yazmışım ki, Allah ali həqiqəti sadə yaratdı ki, balaca körpələr belə ona doğru gedən qapını axtarıb tapa bilsinlər. Çox sadədir bir tərəfdən də. Biz mürəkkəb olmuşuq. Biz çox əndirabadi olmuşuq. Ona görə o sadə yolda anlaya bilmirik. Sonra deyir ki, yox, yəqin bu çox mürəkkəbdir. Çox mürəkkəblik də egoya xidmət edir. Bunu filan şərhini edirəm, beşmə. İnan ki, adamlar var ki, barmaqlarını necə tutacağını, bir ayağını, bir ayağını, hər şeyi sistemləşdiriblər. Elə bilir ki, 1 millimetr başqa cür otursa, bu olmayacaq.
Ərəbcə bunu 1 millimetr belə başqa cür olsa, dilini belə fırlatsa, ya elə fırlatsa, bu çatmayacaq. Bunun bu namazı, yaxud bu Quran. Sənin ürəyinə çatırmı bu? Allahım, mən sənə tərəf gəlmək istəyirəm. Bunu sənin ürəyin tam fərqindədirsə, sən hədəfə çatacaqsın. Sən əgər həqiqətən, ona görə İsa çox sadə danışır. İstəyən mütləq tapacaq. Axtaran mütləq tapacaq. Qapını döyənə mütləq qapını açacaqlar. Ümumi biraz məlumatlar verəcəm, sonra əsas istəyirəm kitabdan bəzi şeylər oxuyursun. Nəysə, bu kitabı bir gün tərcümə eləmək istədim və düşündüm ki, yaxşı bir iş görmüşəm. Buddanın həqiqətləri ilə və çox şaşırtıcı şeylər var. Siz də oxuyanda görəcəksiniz bunu. Cənnətdən danışır adam. Cəhənnəmdən danışır adam. Bir fərqlə ki, deyir, mən Allahı görmədim. Onun haqqında sizə bir şey deyə bilməyəcəm. Amma mən sizə elə bir həyat tərzi deyə bilərəm ki, Allahın cəzasından özünüzü qoruyasınız və Allahın mükafatına tuş gələsiniz. Cəhənnəmə düşməyəsiniz, cənnətə düşəsiniz. Və ümumiyyətlə, yer üzünə nə üçün gəlmişsinizsə, onun planını doğru düzgün yerinə yetirəsiniz. Belə deyir. Adı niyə görə Bud? Bəziləri deyir ki, Budda büt deməkdir, qətiyyən. Budda sanskrit dilindən işıqlanmış insan deməkdir, nurlanmış insan. Vəssalam. Ziyalı. Ziyalı, aydın. Bunun demək, bir kitabı var, əslində kitablar çoxdur, amma əsas bir kitabı var, bu Dhammapada adlanır, ayələr toplusudur. Burada da deyilmişsiniz, aradasa 400-ə yaxın, 423 belə Dhamma var. Belə böyük bir kitab da deyil. Dhammalar birinci Dhamması. Ağılla şərtlənmişlər. Onların ən yaxşı hissəsi ağıldır. Ağıldan yaradılmışlar onlar. Əgər kimsə nəyisə çirkli ağılla danışır, edirsə, onu bədbəxtlik təqib edir. Arabanı dartan öküzün izi ilə təkərin getdiyi kimi. Bütün dünyada ibadətlər yuyunmaqdan başlayır, təmizlənməkdən başlayır. Bütün xalqlarda bu belədir. İbadət təmizlənməkdən başlayır, təmizlənməklə də davam edir. Fatihə surəsini oxumaq ağlı, qəlbi təmizləməkdir. Əlbi ayağı yumuşdun, indi başlayırsan qəlbi və ağlı yumağa. Çünki çox önəmlidir sən təmiz olasan. Başlıq. İndi təmizliyi hörmətdən salırlar. Belə bir axmaq dünyada yaşayırıq. Qızlara deyirlər ki, niyə sizi deyir istismar ediblər əsrlərlə məsumluq, bakirəlik aşılamaqla, çox üzr istəyirəm, mövzuya toxunacaq. Yəni ki, nə kimdən istəyirsən görüş ki, nə? Açıq-açıq deyirlər ki, mənim bir qızım nə bilsin ki, bu adam yaxşı adamdır, bir getsin ona yaşasın, eləsin, sonra hoşuna gələr, bilər ki, uyğundular, evlənərlər, açıq-açıq deyirlər bunu. Bunu yeni dövrün fəlsəfəsi kimi ifadə edirlər. Nə var edir sizin geyiminizə irad tuturlar? Nə tərs istəyirsiniz, geyinin, cəsarətli olun qızlar. Nə tərs istəyirsiniz, geyinin. Heç nə sizdən itməyəcək, itir. Gözləri ilə yeyirlər, sizin avranızı məhv edirlər. Çirkləndirirlər sizi. Çirkləndirirlər sizin ruhunuzu, özünüz də özünüzə icazə verirsiniz çirkləndirməyə. Müdafiənizi itirirsiniz. Müqəddəslik və məsumluq müdafiənizi itirirsiniz. Məsumluğunuz olarsa, hətta ətrafınızda rüsvayçılıq da çıxsa, Məryəmin həyatındakı kimi Allah sizi qoruyar. O uşağı dilləndirər, qoruyar sizi. Əgər məsumluğunuz varsa, məsumluğunuz yoxdursa, sizi qoruyanmazdır. Heç kim qorumaz. Məsumluğun özünün bir müdafiə olduğunu, bir qala olduğunu bilmirlər. Bakirəliyin özünün bir müdafiə, bir qala olduğunu bilmirlər. Bulaşdırırlar. Bu təkcə qadınlara mı aiddir? Kişilərə də aiddir. Mən bütün cavanlığımda müşahidə elədim. O ilə gəzdim, bu ilə gəzdim, bakirəliyimi pozdum falan. Sonra o oğlan xoşbaxt ola bilmir.
Əgər təmizlənə bilirsə, hə. Xoşbaxt olamıyor, kirlədib özünü. Tolstoy cavanlığında fahişəxanaya getmişdi, üzr istəyirəm. Kirlətmişdi özünü. Ömrü boyu təmizlənə bilmədi orada. Kreyserova sonatasında tüpürcək dökür. Mən o əsəri təhlilləmişəm kanalımda. Nə kir alıbsa orada. Cavan oğlan qəlbini kirlətdi, bakirəliyini kirlətdi, təmizlənə bilmirdi, xoşbaxt olanmırdı. İndi aşılayırlar sizə ki, sən oğlansan, səndən işini itməyəcək. Qız qoy, narahat olsun. Oğlansan, səndən də itəcək. Yalnız təmiz oğlanlar həqiqətə çata biləcək. Bu çox önəmli bir şey. Tolstoy özü yazır. Deyir ki, fikir verin, birisinin ayaqqabıları təzə olur, təmiz olur. Palçığa batmaq istəmir. Harada palçıq gördü, üstündən addımlayıb keçir ki, palçığa bulaşmasın. Amma elə ki, deyir, ayağı bulaşdı palçığa, sonra deyir, bütün palçıqların içindən gelir. Cəhənnəm olsun deyir. Onsuz da palçıqlayam. Bizdə söz var, deyir, İstanbul'un sudan nə pak. İnsanlar da deyir, belədirlər. Cavan olanda qəlblərini qoruyurlar. Birinci dəfə ki, bulaşdırdı, tamam bulaşır. Vecinə olunur. Burnunda hissiyat qalmır, donuzdakı kimi. Hər çirkaba gedir özünü soxur. Hər çirkaba. Allah, indi anlayırsınızmı, müsəlmanlara niyə görə deyir ki, donuzun ətini yemin. Ümumiyyətlə, titizliyi öylədir. Nə yediyinizə baxın, nə əl attığınıza baxın, titizliyiniz olsun. Çünki bu yol təmizlik yoludur və bu yol səni elə tərbiyələndirəcək ki, ehtimal ki, sən sonra həqiqəti də tapacaqsan. Yalnız təmiz qəlblər həqiqəti tapa bilir. İsa Peyğəmbərin uşaqlarla bağlı dedikləri buna görə idi. Ki, uşaqlar təmiz olurlar da, sonra çirklənirlər. Bizim hamımız uşaq olmuş. Biz hamımız uşaqlıqdan çıxmışıq. Amma sonra ağlımızı kirləndiririk, qəlbimizi kirləndiririk. Ona görə uşaqların burada şansı çoxdur. Sizə bir şey söyleyeyim. Son zamanlar tez-tez uşaqlığıma qayıdıram, uşaqlıq təəssüratlarıma və oradan bilik alıram. Qayıdıram uşaqlığıma, deyirəm, mən uşaqlığımda bunu bilirdim. Sonra unuttum. Məsələn, mən uşaqlığımda bilirdim ki, təmizlik alilikdir. Paklıq alilikdir. Bunu uşaq olaraq çox gözəl. Çirkli böyükləri həmən görürdüm. Görürdüm ki, bu adam kirlidir. Mən bunun kimi olmaq istəmirəm. Biz bu pak olduğumuz dövrümüzdə çox bəsirətli olmuşuq. Bəsirət yolu paklıqdan gəlir. Çox çətindir bu, paklığı özündə qorumaq. Və Budda deyir ki, kim kirli şeylə, ağılla edirsə, o ulaşa bilməyəcək, bədbəxtlik gələcək, onu da alacaq. Dalısıca da deyir, txammalar ağılla şərtlənmişlər. Onların ən yaxşı hissəsi ağıldır. Ağıldan yaradılmışlar ondan. Əgər kimsə təmiz ağılla danışır və iş görürsə, səadət onu izləyir, geri qalmaq istəməyən kölgə kimi. Təmizlik, təmiz ağılla danışır və təmiz ağılla iş görürsə, səadət onu izləyir. Təmizlik səadətdir. Bu balaca mesajdır. Bu mesajların mesajıdır. Oruc ayı təmizlənmə ayıdır. Orucun funksiyası budur. Kimyavı dəyişdirir. Allah üçün ac qalırsan, bir ay yeməyinin şərtlərini dəyişdirirsən, əziyyət çəkirsən, sənin uçub dağılmış xarakterinin divarlarını möhkəmləndirir Allah. Çünki sən heç nədə özüvə yox deyə bilmirsən. Sən elə bir dünyanın içərisində yaşayırsan ki, özüvə yox demə, daha çox istə. Bir-birinə insanlar nətər, sən daha yaxşısına layiqsən. Necə qorxulu sözlərdir bunlar. Niyə? Adamın iştahını körüklüyürlər. Körüklər olur ya, dəmirçilər. Körüklüyürlər adamın nəfsini. Əcdaha kimi açır nəfsləri ağzını. Mən istəyirəm, hər şey istəyirəm.
dünyanı basıb yemək istəyirəm. Budur. Allah da deyir, mal, dövlət, oğul, uşaq, bunlar deyil sizi mənə yaxınlaşdıran. Hara baxırsınız siz? Var dövlətin artırması. Mən bunu da istəyirəm. Ürəyim ölməmişdən əvvəl bir Yaponiyada getmək istəyirəm. Ölməmişdən əvvəl bir Almaniyada o məşhur kilsənin qabağında da bir şəkil çəkdirmək istəyirəm. İnsanlara iştah artırıcı ideyalar atırlar ki, insanın ağzı drakon kimi iştah açsın, ağzını istəsin, ver mən. Adamlar tanıyıram, kreditə girirlər, bütün il boyu kreditə ödəyir ki, nə var getsin, Avropa hansısa şəhərinə 2 dənə şəkil çəksin, göndərsin. Hamı görsün, nəsə də aparsın. İştah artıran şeylərdir. O Ramazan isə sənin uçub dağılmışı, heç nəyə yox demirsən, imtina yoxdur insanlarda. İnsanın imtina əzələsi boşalıbdır. Dizi tutmur. Dizi gəlir yeri o dəqiqə. Yoldan çıxarmaq çox asandır. Şeytana o iş qalmayıb deyildi. Şeytan əvvəl bir çalışırdı, əziyyət çəkirdi bu adamı yoldan çıxarmaq üçün. İndi heç nə bir dənə söz adı, hamısı oradadır. Oruç, o yıxılmış, uçulmuş divarları yavaş-yavaş. Bir oruç keçirdiysən, deyəsən çox dəyişmədim. Yox, millimetr. Hər il özünün möhkəmliyinə sən yox deməyi bacaran adam olmağa başlayırsan. Yasaqlar sənə yox deməyi öyrədirsən, bilirsən ki, bərəkət vadisi haradır, fəlakət vadisi haradır. Qırmızı xəttləri əlinlə yoxlayır. Mən onların çoxsunu əlimlə yoxlayıb tapdım. Hələ bir xeyrisində tapanmamışam. Başıma gələn zərbələrdən bilirəm ki, neysə düz eləmirəm. Yanlış yürü gidən kimi Allah qamçısı ilə vurur o deyil. Bu tərəfə. İndi bu tərəfə. Öyle baxa-baxa qalmışam ki, yəni hələ biraz düzəlmişəm. İnan ki, proses belədir. Yalnız gərək təmiz və həssas olasan ki, bunu görəsən. Təmiz və həssas olmayan adam deyir, mənə Allahı göstər. Sən nə qədər danışırsan? Gözü kör olan adamın qabağına istəyirsən ağ rəng tut, istəyirsən qara rəng tut. O görmür ki, olsuz da. Mənə göstər deyir. Nəyi göstərir? Mən sübut elə. Nəyi sübut eləyir? Sən hazırsan, Allah deyir, gördün mü deyir Allahı dananları. Son surələrdə yetimi yedizdirməyi təşviq eləməzlər onlar. Bunlar o adamlardır. Bir insan ürəyini xeyirxahlığa alışdırırsa, onun ürəyi təmizlənir, həssaslanır, yumuşalır. O, ruhaniyyət həqiqətini eşidən kimi çiçəyə çıtlayardı onu. Bu nə yaxşı sözlər, nə yaxşı kitabdır. Burada insanlara xeyirxahlıq edin yazırlar. Bir oxuyub görüm o bir səhifəsində nə var. Niyə o adamda o proses baş verir? Qəlbi səhvdir. Axı çoxları bilmir ki, biz hökmən burada öləcəyik. Bunu bilən kəslərdə, mübahisələr dərhal kəsilir. Ölümü biz bilmirik ki, biz burada. Çoxları bilmir deyir Budda ki, biz burada hökmən öləcəyik. Bütün bunların cəhaləti bunun üzərindədir. Həm bilirlər, həm bilmirlər. Bilirlər o mənada ki, yasa çağırırlar bunları. Deyir, mən yasa çağırırlar. Getməliyəm yasa. Kimsə ölür. Amma düşünür ki, bunun ona dəxli yoxdur. Yasdan da çıxıb gidəcək arası. Pis işlərin dağıcı. O fikirləşir ki, buna dəxli yoxdur. Bu qonşunun başına gələ bilər bu iş. Sonra Allah elə edir ki, bunun özünün həyatına bu daxil olur. Anası mı rəhmətə gedir, atası mı rəhmətə gedir. Baxır, mənim həyatıma da girə bilirmiş bu. Biraz ağıllı olanda başa düşür ki, sən özün də mütləq öləcəksən və ölmək səni yaxşı şəkildə motivasiya edir həqiqətə doğru. Səni söndürür. Bütün mübahisələr kəsilir. Ölümə zikr eləmirlər. Deyir, ateistlər hamısı deyir, ölüm haqqında danışır.
Həyat haqqında danışır. Bilmirlər ki, Rabindranath Tagore deyirdi, ölüm pulunun arxasında, həyat pulunun arxasında ölüm damğası var. Məhz o ölüm damğasına görə həyat dəyərli olubdur. Ölüm olmasaydı həyatın hiçbir dəyəri olmazdı. Kim ölümə zikr eləmirsə, o ölüdür. O insan kimi ölüdür. Və Allah deyirsən, ölülərə heç nə eşitdirənməz. Bir də ölüm güzgüsü bir aydınlıq yaradır. Ölümü daima zikr edəndə, ölüm səni elə duruldur ki, sən açıq, Ruslar kimi очевидно şeyləri görməyə başlayırsan. Aydın şeyləri görürsən. Bir də aydınlığı nə vaxt insan yaxalayır? Həqiqəti dərk eləmiş adamların yanında. Həqiqəti dərk eləmiş adamın söhbətlərində də elə bir durulma gedir qəlblərdə. Adam durulur və açıq öz həqiqətlərini görməyə başlayır. Ona görə Allah deyir ki, qəlbi bulanıq adamların yanında oturub durmayın. Onlar sizin də qəlbinizi bulandıracaqlar, heç nə görməyəcəksiniz. Əksinə, sizi duruldacaq adamlarla dostluq edin ki, öz həyatınızı görəsiniz, aydınlıq var. Quran bunu deyir, üstlərinə də pərdə çəkərik, yanlarına da, arxalarına da, qabaqlarına da heç nə görməz olarlar. Əllərini çıxararlar, onu belə görməzdir. Okeanın dərinliyində olur belə qaranlıq. Bulanıqlıq yaradırıq biz fəaliyyətimizlə və sonra görmürük. İnsana görmək lazımdır, düşünmək də lazımdır. Bəziləri elə bilir ki, yaxşı fəlsəfə əqli manipulyasiyalardır. Və mən də bu manipulyasiyalar yolunu öyrənsəm, həqiqətə çataram. Yox. Fəlsəfə bilavasitə görməklə bağlıdır, yaxşı fəlsəfə. Mən gördüyümdən oxuyuram. Bu şeyləri kitablardan oxumamışam. Kitabda bunun işarəsi var. Amma əgər sən o işarədən görmən işə düşürsə, sən sonra danışa bilərsən. Amma danışıqlar əzbərlik olur, sinə danışmaq anlamı yoxdur. Sənin görmə qabiliyyətin işə düşməlidir. Bəsirət gözün açılmalıdır. O da bəsirətin açılması təmizliklədir. Ölüm ən yaxşı təmizləyici vasitədir. Qadınlar bilir. Evləri paraşokla yuyarlar, qəlbləri ölümün zikri ilə təmizləyərlər. Quranda bir ayə var. Biz onu axirət mənzilinin zikri ilə təmizlədik. Axirətə çox zikr eləyəndə adam təmizlənir, durulur. İnsana yalnız durulmaq lazımdır ki, görsün, görəcək özü. Özü görəcək, ondan sonra müəllim lazım olmayacaq. Müəllim ancaq təmizləmə periodu üçün lazımdır. Desin ki, bunu elə, təmizlən. Sonra eyvallah, özün görəcəksən. Və özün gördüyün üçün sən o həqiqətə bax. Başqasının gördüyünə ömrü boyu bağlı olmaq fəlakətdir. O görür, mən də onun fanatıyam, mən də onun sözlərini təkrarlayıram, bu fəlakətdir. Sən ömrü boyu ona bağlı qalırsan. Bir şey çıxan ki, gəlsən sonra müəllim, bu belə olur. O sənin görməyən gözlərini sənə əvəz edir. Bu müvəqqəti ola bilər belə bir şey. Bu körpəlikdir, çağalıq dövrüdür. Uşaq bir şey anlamayanda qaçır anasının üstünə ki, bu nədir? O da deyir, qorxma, budur. Çünki özünün anlamaq imkanı yoxdur. O kəs ki, yalnız həzlərin seyrində yaşayır, hisslərini ram edə bilmir, yeməkdə hədd tanımır, tənbəl və qətiyyətsizdir, məhz onun mağara sarsıdır. Mağara, iblis deməkdir. Mağara sarsıdır, gücsüz ağacı külək sarsıdan kimi. Ləzzətlərin seyrində yaşayır. Həyatın mənası həzdir, deyirlər. Heç nəyə yox demir. Heç bir hisslərini ram eləmək istəmir. Halal, haram deyilən bir şey yoxdur. Mənimki, səninki deyən bir şey yoxdur. Harada bir şey gördü, balaca köpək kimi qaçır. Düşür, dalıca qaçır. Demir ki, bu sənindir, sənin deyil, bu haramdır, halaldır, olmaz. Heç bir ət tanımır, elə bir duruma gəlir, mən istəyənlər bir Don Juan'ı danışdırır. Elə bir durumda ki, mən nətər eləyim. Məndən asıl deyil, səndən asıl olmayacaq da. Sənin divarlarını elə dağıtmırsan ki. Sən özümə yox deyəmirsən heç nə.
Bu mənim tikəmdir. O isə başqasınındır. Mən niyə oğurluq eləməliyəm? Oğurlar hamısı ondan yaranır. Öz tikəsini balaca görürlər. Öz aqibətlərini, öz qismətlərini az görürlər. Deyir, gedim 10 gün oxuyur. Allah səhv edibdir. Ona çox verib, mən az verib. Oğurluq ona görə əxlaqsızlıqdır ki, Allahı dərk eləməyə xidmət eləmir. Yanlış yoldur. Əxlaqsızlıq, Allahı dərk eləməyə xidmət eləməyən əməllər toplusudur. Yanlış yolların adı da əxlaqsızlıq. Əxlaq doğru yolların adıdır. Yoxsa Allahın dünyasında zənginliyi, bu geçsin ondan, uğrasın ondan, Allah niyə bu işlərlə uğraşsın ki, deyə düşünə bilərsiniz. Sən oğurluq edirsənsə, sənin ağlın o istiqamətə düzəlir ki, sən başqasının qismətini uğraya bilərsən. Halbuki sən ona odaqlanmalısan ki, sənin qismətini necə transformasiya edə bilərsən. Sən öz həyatını necə dəyişdirə bilərsən, öz aqibətini necə dəyişdirə bilərsən. Sən yaxşı insan. Deyir, gəlin, Allah deyir, gəlin mənə sarı, mən sizin işlərinizi düzəldim. Bir çox ehtiyaclarınızdan bəlkə imtina edəcəksiniz mənim yanıma gələn. Bəlkə ki, biləcəksiniz, onlar sizə lazım deyil. Amma bir çox ehtiyaclarınız da ödənəcək. Deyir ki, o kəs ki, ləzzətlərin seyrinə qapılmadan yaşayır, hisslərini nəzarətdə saxlayır, yeməkdə mötədildir, inam və qətiyyətlə doludur, məhz onu mara sarsıda bilmir, külək daş qayanı sarsıda bilmədik. Kim ki, həddlər tanıyır, kim ki, ləzzətlərin, həzlərin seyrində oturmuyubdur, onu sarsıtmaq mümkün deyil. Bütün balıqları burada tuturlar. Bu Allahın ən böyük ayəsidir. Bütün heyvanları tələyə vurur. Siz təsəvvürün ki, meymunları nətər tələyə, kəllə və dimlədə belə bunu yazıblar. Hind kitablarında mən görmüşəm. Meymunu tələyə necə salırlar, bilirsinizmi? Belə bir qəfəs düzəldirlər, içinə şəffaf fason, içinə meyvələr qoyurlar. Meymun əlini salır, o almanı götürür, çıxara bilmir, əli qalır orada. Gəlib tuturlar meymunu. Meymun əlini oradan çıxarması üçün almanı buraxması lazımdır ki, əlini çıxarsın. Çıxara bilmir əlini, buraxa bilmir. Könüllü olaraq tutulur. Bizim hamımız elə tutuluruq. Ona görə deyir, Allah deyir, bağlanmayın bu dünyanın həzlərinə ki, tutulmayasınız. O sizin azadlığınızdır. Əsarət deyil əxlaq. Əxlaq müdafiədir və azadlıqdır. Sarı libas geyər. Bilirsiniz, buddistlər sarı oxra rəngində libaslar geyirlər. Bu möminlik əlaməti olurdu onlarda. Ki, bu adam özünü Allahın dərkinə əsirləyib. Sarı libas geyər, özü isə çirkabdan təmizlənməyən, həqiqəti özünü məhdudlaşdırmanı bilməyən kəs sarı libasa layiq deyil. Sarı libas geyin, amma özünü məhdudlaşdırmağı bilmir. Çirkabdan təmizlənmir. Beləsi, sarı libas geyməyə layiq deyil. Həqiqəti həqiqətsizlikdə görənlər, həqiqətsizliyi həqiqət sayanlar heç zaman həqiqətə çata bilməyəcəklər. Zira onların nəsibi yalançı niyyətlərdir. Əgər niyyəti adamın doğrudursa, həqiqəti dərk etmək istəyirsə, o heç vaxt həqiqətsizliyi də həqiqət axtarmayacaq. O həqiqətdə həqiqət axtaracaq. Və həqiqətə şübhə eləməyəcək. Deyir, mən neyim axı? Mənim ağlım belədir, mən şübhə də eləmək istəyirəm. Sən şübhə eləyəcəksən, amma həqiqətə yox. Şübhə, Allah sənə o aləti ona görə verib ki, yalana eləyəsən onu. Həqiqətə yox. Həqiqətə də şübhə edirsən sən xəstəsən. Adamlar oturub səhv axtarır, bu filan şeydir. O qədər yaxşı şeylər var, onlara baxmır, səhv axtarır. Çox yanlış bir şeydir. Yanlış yoldur. Mən anlamıram, o Quranda filan şey belə, yox, gərək də eləsən, hər şeyi anlayasın. Mən də çox şey anlamıram. Bu sevgiyə oxşuyur. Oğlanlar bilir. Sevdiyin qız haqqında bir şeylər bilirsən, çox şey bilmirsən. Amma bildiyin də səni cəlb edir, bilmədiyin də səni cəlb edir. Sevəndə belə olur insan qəlbi. Bütöv şəkildə qəbul edirsə, inam yaranır.
Amma bu sevgi də elə belə yaranmır. Yaranandan sonra sevgini çürütmədə şübhəçiliyindən. Südü çürüdən kim? Ona mən şübhə edir. Bir çox insanlar özünə elə zülm edir. Okey sevgi. Ona görə Allah deyir, qəlbi bu mərəzdən qurtarmaq üçün bir şeylər var. Xeyirxahlıq eləyin, sürəkli olaraq oruç tutun, ibadət eləyin ki, qəlbimizin uçulmuş, sarsılmış divarlarını möhkəmləndirəsiniz. Onda eviniz uçmayacaq. Deyir, mən eləyirəm. Bir ikisinə deyirəm, sırazı həmən cavab. Valla mən eləyirəm. Da eləyirsənsə, onda niyə ki problem içindəsən ki? Demək, yaxşı eləmişsən. Demək, doğru eləmişsən. Bir də bax, necə eləyirsən. Ya az eləyirsən, ya doğru eləmişsən. Mənə demə bu. Mən bu yolun doğruluğunu anlamışam. Bu dünyada da şikayətçidir o. O biri dünyada da. Hər iki dünyada şikayətçidir zülm törədən. Şikayət edir, əzab çəkir o əməllərinin zülmünü görərək. Gedir, bu dünyada da şikayətçidir, Allahdan şikayətçidir. Başa düşmürlər ki, hər şikayət Allahdan şikayət eləməkdir. Allah deyir, bol-bol öyün Allahı, bəlkə nicat tapasınız. Səhər axşam şükr edin, Allahın şəninə təriflər deyin, səhər axşam. Bu bilirsiniz nə deməkdir? Allahım, sən mənə hər şeylə yaxşısını verdinsən. Sən necə səxavətlisən, necə mərhəmətlisən bizə qarşı. Yalnız tətmin olan qəlb həqiqəti görə bilər. Ağac, qurt kimi qəlblər, ona görə qurtlar, canavarlar hamısı gedib, mömin olaydı. O qəlblər həqiqətə çata bilmir. Tətmin olan qəlblər yalnız həqiqətə çata bilir. Bu isə şikayətçidir. Allah mənə vermədi, götürdü, ona verdim var dövləti. Bilmir işini. Mənə gəlməli idi bu vəhdə. Müdriklük də mənə gəlməli idi. Var dövlət də mənə gəlməli idi. Hər şey də mənə gəlməli idi. Biz uşaq olanda nağıl vardı, Marfuşa deyirdik. Xaçu, hər şey. Baxırdıq, gülürdük. Hər şey istəyir. Hər şey mənə gəlməli idi. Ona görə mən şikayətçiyəm Allahdan. Sonra da insanlardan şikayətçiyəm. Həyatında məmnunluq və şükranlıq deyə bir şey yox. Sən şükranlıqdan danışır, sən hökumətə işləyirsən sən. İcazə və şikayətçiliyimi eləyim də. Şikayət inkişaf aparır. İnkişaf aparmır, şikayət bədbəxtliyə aparır. Tətmin olan qəlb isə özü başlayacaq bir şeylər düzəltməyə. Əyri ölkəni düzəltməyə başlayacaq. Hər bir insan bu vətəni düzəldə bilər. Hər bir insan bunu anlayana eşq olsun. Anlamayan bədbaxt. Səni ona görə bu dünyaya gətiriblər ki, görsünlər ki, sən nə edə bilirsən? Əməllərin necədir? Yaxşılıq elə də, hə pisdir, hə pislər çoxdur, hə bərbad günə qoyublar. Sən bir yaxşılıq elə. Sən nə edirsən? Mən də gözləyirəm vəziyyət düzəlsin. Mənə qoysunlar vəzifəyə, mən düzəldəcəm eşi. Mənə qoymayıblar vəzifəyə. Sən bir bloger olub da bir iş görə bilərsən. Sən bir süpürgəçi olub da bir iş görə bilərsən. Sən bir qəssab olub da bir iş görə bilərsən. Orada gələn itlər, pişikləri var. Onlara biraz ət qoysan, kasıb adamlar keçirlər. Pulları çatmır. 300 qram biraz çox qoysan. Dünya dağılmaz. Bir şeylər də sən düzəld. Bu dünyada da sevinir o. O biri dünyada da, ahirətdə də. Salih əməl sahibi hər iki dünyada sevinir. Sevinib qurtara bilmir. Əməllərinin qüsursuzluğunu görərək. Mən nə yaxşı işlər görürəm. Budda deyir, ablar. Quransa deyir ki, gələcəklər bura, görəcəklər nə iş yap. Deyəcəklər, Allahım qaytar bizi yeryüzünə, iki işlər görək. Özümüz üçün tərəzimiz pis gəldi bizim. Heç biz bilmirdik ki, belə olacaq. Bu şikayətçilər özlərini hakim yerinə qoyub mühakimə edirlər. Amma bilmirlər ki, onların özlərini mühakimə eləyəcəklər. Sən neynəmsən bəs? O özünü orala qoymur indidən. O elə bilir ki, o da hakim. Sən müttəhimsən, xəbərin var.
Səndən soruşacaqlar. Tamam, o nə edib bilirik. Sən nə inəmsən? Nə bilim, mən də gözləyirdim. Vəziyyət düzəlsin. Mən razılaşmırdım onlarla, gözləyirdim. Ən böyük bədbaxtlığı odur ki, sən zülm törədəndən sonra Allah səni pis yola salır. Pis yolla özünə daha böyük zülmlər edirsən. Karmağı məhv edirsən. Karmağı məhv edirsən, özü cəhənnəmin ən isti yerinə qədər yazdırırsan. Sən edirsən. Bəlli zamandan sonra başa düşdüm ki, cəhənnəmdə insanlar özlərinə əzab verir. Ayrılırlar. Məsələn, olur vicdan əzabı. İnsan ayrılır deyə, ayıbdan mən elədim. Mən özünə gələnmir. İndi orada sənin gözün açılanda ki, mən nə qədər nadürüst adam olmuşum. Nə qədər nadürüst adam olmuşum. Nə qədər egoist, qəlbi qara, paxıl, kinli. Nə qədər qəlbi qara adam. Çox deyil elə adamlar, sizə deyil. Çox qəlbi qara adamlar çox deyil. Orta səviyyəli adamlar çoxdur. Yenə Tolstoydan bir misal çəkmək istədim. Tolstoy bir dəfə soruşurlar ki, yaxşı adam olmaq nədir? Deyir ki, onun üçün görə biləsiniz ki, pis adam nədir? Deyir, pis adam yalnız öz səadət haqqında düşünən adamdır. Pay adam. Demək, adamların çoxsu elə pis adamdır. Ancaq özlərinin səadətini fikirləşirlər. Heç nə eləmirlər. Ona görə dünya düzəlmir. Yalnız özü ilə bağlıdır. İndi də elədir ki, insanları bütün məsuliyyətdən ayrılırlar. Ailədən ayrılırlar, insanları qohumlardan ayrılırlar, vətəndən ayrılırlar. Qeyrət çəkməyən adamlar sürüsü yaradıblar. Sən isə deyil, əvvəllər uşaqlar kənddə örüşə gedirdilər, nə bilim, qoyun otarırdılar, inək sağırdılar, uşaqlığımız ağır idi. Ağır zat deyildi. İnsanın işi olanda, məsuliyyəti olanda normal adam kimi tərbiyə olunur. Adamlar avaraçılıqdan narkoman olurlar. Şəhər yerində narkomaniya çox olur, nəinki kənddə. Kənddə necə şey olsun? İş var, səhərdən axşama kimi iş var. İnsanı boşuna buraxmaq olmaz. İnsan məsuliyyəti olmalıdır. Sən necə, ata nətər özünü düşünə bilər? Onun üstündə bir ailə var. Qadın necə özünü düşünə bilər? Onun körpələri var. Və bu sağlam həyat tərzidir, məsuliyyət daşımaq. İnsan böyüdür, sən necə özü fikirləşə bilərsən? Millətin var, xalqın var sənin. O da ayrı bir məsələ ki, elə adamlar yetişirlər ki, haqq qeyrəti çəkmirlər. Görürəm, mən özüm üçün yaşayıram. Baxsan, sən özün üçün yaşayırsan. Sənin yükün olmalıdır, sənin xəbərin yoxdur, sən öküzsən. Sənin yükün olmasa, sən şumlaya bilməyəcəksən, yer əkə bilməyəcəksən. Səni birisi yükləməlidir. Yüksüz insan mı olar? Məsuliyyətsiz insan mı olar? İşi gücü olmayan insan mı olar? İndi onu işi gücü, komfort insanı. İnsanı hər şeydən azad elədilər. Fiziki əməkdən azad elədilər, traktorlar başladı əvəzimizə işləməyə. İndi də gözümüz aydın, intellektual əməkdən də azad ediblər bizi. Süni intellekt əvəzimizə işləyir. Gözünüz aydın. Və yaxşı, siz nə iş görəcəksiniz? Bu, ölümümüzə imza atmaq deyilmi? Sən işləməyəcəksənsə, iş görməyəcəksənsə, özünü necə dərk edəcəksən? Biz düşünürük, deyirik, eləyirik, bunlar hamısı özünü dərkin bir hissəsidir. Fikri buradan çıxarır, əmələ çıxarırıq, görürük, bir də qayıdıb fikri dəyişdiririk. Biz ömrü bu özümüzü cilalamaqla, insan yaşayaraq özünü dərk edir. Sən heç bir iş görmürsən, sənin əvəzində robotlar görür, süni intellekt görür. Sən nəyə lazımsan, ha insan? Bu qədər axmaq olduğunu heç bilməzdir. Sevinirlər, yeni bir dövrə gəldilər, çıxdıq. Süni intellekt. Hər şey elə qəşəng yapır ki, yaradıcılığı da var, fəlsəfəsi də var, texniki yaradıcılığı da var. Bəs biz? Biz bura gəlmədik ki, mükəmməl işlər ortalığa qoyaq. Biz bura gəldik ki, yaşayaq. Sizcə uşaq mükəmməl yerimir deyə onu az mı sevirsiniz? Uşağın o toppuş, əyri-əyri, yıxıla-dura yeriməyində nə qədər qrasiya var, nə qədər gözəllik var. Məyər
mükəmməl olmaq üçünmü biz bu həyatı Allah yaradır? Yox. Biz burada böyüyək deyə yaradır. Biz bundan da imtina elədik. Bu dünyada da şadlanır o. O biri dünyada da. Hər iki dünyada şadlanır salih əməl sahibi. Bu xeyri mən elədim deyə şadlanır o. Doğru yola yetişincə isə daha çox şadlanır. Doğru yola düşmək çox sevinclərindən böyüdür. Düşürsən doğru yola. Sonra görürsən ki, hər ayla, hər illə doğru böyüyürsən. Sevinirsən, nəhayət doğru yolu tapdın. Bu vaxta kimi çabalayırdın, eşələnirdin. Allah hər kəsə qismət eləsin. Doğru yola düşəndə insan sevinir. Müəllim asıllığı da ləğv olunur. Özün bilirsən ki, doğru yoldasan. O vaxta kimi xəstənə həkimə ehtiyac duyursa, tez-tez qayıdırsan, müəllimdən sorursan ki, düzdür, dəyilidir. Özün bilirsən ki, düzdür. Buna çatanda insan daha çox şadlanır. Və əgər insan kitabı əzbər bilsə belə, kitab deyəndə müqəddəs kitab nəzərdə tutulur. Əgər insan kitabı əzbər bilsə belə, lakin özü qafildir və ona riayət etmirsə, o başqasının inəklərini sayan çobana bənzəyir. Müqəddəsliyə aidiyyəti yoxdur onun. Əzbərləyirlər kitabları, sonra ayələrlə bir-biri ilə döyüşürlər. Deyirəm, görmürsünüz, siz bir-birinizə qalib gəlmək istəyirsiniz. Sizin nəfsiniz, ego döyüşüdür. İşiniz gücünüz yoxdur sizin. Gedin, yaxşılıq eləyin də. Yox, sən bilmirsən. O fitnə fəsad yayır, mən onunla döyüşməliyim. Allah deyib, buraxın onu mənə də. Gedin, siz işinizi görün, onlar da öz işlərini görsün. Ego. Əgər hətta insan kitabı az təkrarlayırsa belə, lakin hamıya uyğun yaşayırsa, ehtirasdan, nifrətdən və cəhalətdən azaddır, həqiqi biliyə və azad ağla malikdirsə, nə bu dünyada, nə də o biri dünyada bağlılığı yoxdursa, onun müqəddəsliyə aidiyyəti var. Mən bugün sizə ancaq bir surəsini oxudum. Qoşa bəndlər fəsli. Bir-iki dənəsini buraxdım arada, zamanımızı çoxalmasın deyə. Belə bir kitabdır bu kitab. Təəssürat üçün. Teşekkür edirəm diqqətiniz üçün. Sağ olun.